Salam əziz şagirdlər və valideynlər, xoş gördük sizləri kanalımda. Bugün sizlərlə İzə Yayımları 2-ci sinif Azərbaycan dili test kitabından mətnli test işləyəcək. Əziz dostlar, qeyd edim ki, bu cür videoların davamlı olmağını istəyirsinizsə, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. İndi isə keçək mətnimizə. Quşların seyri. Kərim 4-cü gün səhər yuxudan oyandı. Səhər yeməyində qayğanaq yedikdən sonra quşlara baxmaq üçün durbinini götürdü. Çinar ağacındakı sağsağana baxmaq istədi. Kolların arxasında gizləndi. Kərim sağsağanı qorxutmamaq üçün gizlənmişdi. Sağsağan kiminsə onu izlədiyini bilsəydi, o dəqiqə uçub gedəcəkdi. O anasının aldığı yaşıl kostyum ilə özünü bəlli etmədən quşlara rahat-rahat baxa bildi. İndi isə baxaq testlərimizə uşaqlar. Kərimin quşlara baxdığı əşya hansı bənddə təsvir olunur? Durbin əlbəttə ki, C bəndində. Baxırıq ikinci sualımıza. Çınar ağacında hansı quş var idi? Sağsağan, D bəndi. Sağsağan izləndiyini hiss etsəydi nə baş verərdi? Əlbəttə ki, uçub gedərdi. Cavabımız olur B bəndi. Baxırıq indi də dördüncü sualımıza. Kərimin quşlara rahat-rahat baxa bilməsinin səbəbi nədir? O anasının aldığı yaşıl kostyum ilə özünü bəlli etmədən quşlara rahat-rahat baxa bilirdi. Təbiətdə rastlaşdığınız quşların adlarını qeyd edin. Təbiətdə rastlaşdığımız quşlar sərçə, göyərçin, qaranquş, qarğa, qartal və s. Əziz dostlar, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Hələlik.